hamımız bəşəriyyətin, kainatın bir parçasıyıq. Və bu məqamda bizim dəyərli akademikimiz Qara Mustafayevin bir fikri yadıma düşdü. O deyirdi ki, insan bioloji varlıqdır. Bu aydındır, aksiyondur. Və insan təbiətin bir parçasıdır. İnsanın sadəcə beynindən o şuuru alsaq, o instinktiv heyvani hisslərə malikdir. Mən bunu ona ata haqqında, ata modeli haqqında sual verəndə belə bir cavab verdi. Soruşdum ki, Qara müəllim, ata obrazı cəmiyyətdə kimdir? Ata modeli necə olmalıdır? Dedi ki, ay bala, ata obrazı və ata modeli yoxdur. Yəni, bu canlıların içərisində sən erkəyin beynindən şuurunu, düşüncəsini alsan, dil qabiliyyətini alsan, o sadəcə bir bioloji varlığa və heyvani instinktə malik bir varlıqdır. Sadəcə biz onu şuurumuzla, tərbiyəmizlə, danışığımızla onun üzərinə o missiyanı yükləyirik. Siz necə fikirləşirsiniz? Bu belədir? Mən belə fikirləşirəm ki, bu yaxınlarda bir 5-6 gün bundan qabaq bir qadından tanış oldum. Deməli, Masallının Kirovka kəndində. İndi adını dəyişib Biləş qoyublar. Özdə o qadın 2 adı var. 2 adı məşğul ediblər, belə deyək. Fizzə xanım və Rüsxət xanım. O, mənə bir söz dedi, özü 10-cu sinif qutarıb. O qədər ağlıma batdı ki. Dedi ki, gördüm bu dərin xanımda, belə bax, belə bu cür, bu səviyyədə söhbət elədik. Dedi ki, Seyran müəllim, sizə elə gəlmirmi ki, siz də elə sizin taytuşlarımızda, yoldaşlarımızda, sənət adamları, rəssamlar, bəstəkarlar, yazılaşarlar və s. Həddindən artıq dedi, o qədər dərinə gedirsiniz ki, o qədər dərinə gedirsiniz ki, sonra o dərinlikdən çıxa bilmirsiniz. Dedi, Allah yoradı batıb sizi yer üzünə, başınızı aşağı salın, savadımıza və qabiliyyətimizə uyğun səviyyədə yaşayın, bu dünyada keyf eləyin də. Mənim çox ağlıma batdı. Sizin verdiyiniz bax bu suala, həmin o Fizzə xanımın cavabı ilə mən cavab verərəm. Çünki bu adam bir var, mən həmişə deyirəm, Fəxriyə xanım, bir var kitab. Kitab həyatın əla, keyfiyyətli kserokopyasıdır, düzdürmü? Orijinal kitab həyatın özüdür. Bax, o qadın, o Fizzə xanım 10-cu sinifi qutarıb cəmisi. Özdə maşallah uşaqları, nəvələri, nəticələri. Saat o tək yaşayır, uşaqlar hamısı dağılıb da uçub gediblər. Quş kimi. Necə vaxt ilə sən uçmuşsan, biz hamı. Böyük həyatı var, ilahi. Tək qadın nə boyda təsərrüfatı idarə edir. Həyat, o torpaqda bitən ağaçlar, güllər, çiçəklər bir yana, bəlkə bir 150 dənə dipçəkdə güllər yetişdirir. Deyirəm, usta həyat hamısı cənnətdir də, neynirsən bu belə gülü? Deyir, o olmasa mən bekaf oluram, darıxıram. Bax, iş budur.